Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi çox faydalı sarımsaq turşusu hazırlayacağım. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi sarımsağı təmizləyirəm. Biraz torpaqlıdır sarımsaqlar, rayondan gəlib. Bunları təmiz-təmiz təmizləyirəm və üst qabıqlarını soyuram. Bildiyimiz kimi hal-hazırda may ayındayıq. Sarımsağın əsl tutma vaxtıdır. Əgər may aya keçərsə, sarımsaq yerdə quruyur və bunu tutmaq da yaxşı olmur və yaxud tutsaq belə dadı yaxşı alınmır. Bunu çünki mən sınamışam. Dadı heç də yaxşı alınmayıb quruyandan sonra. Ona görə də bax indi əsl vaxtıdır sarımsaq turşusunun hazırlanmağının. Çünki sarımsaq bu vaxtlar yaş olur. Yaş olanda da bunun tutması çox yaxşı alınır. Gördüyünüz kimi sarımsağı bu formada hamısını təmizlədim. Və bunun üzərinə su əlavə edirəm. Sarımsaq bildiyimiz kimi çox faydalıdır. Bunun faydalarından danışsam videom bitər belə. Bircə onu deyə bilərəm ki, əsas məsələ sarımsaq demək olar ki, antibiotikdir. Tam təbii antibiotikdir. Sarımsağın üzərinə su əlavə edib bunu 3 gün günün altında saxlayıram və 3 gün ərzində bunu gündə bir dəfə suyunu dəyişərəm və suyunu dəyişərkən sarımsağın baxın bu formada qabığını bir list nazik soyuram. Çünki belə daha yaxşı alınır. Və baş hissəsini də kəsirəm ki, daha səliqəli görünsün bankaya yığanda. Mən bu dəfə həm bütöv formada tutacağım, həm də təmizləyib bağlayacağım sarımsağı, yəni dənələyəcəm. Bir çoxları bu sarımsağı qoxusuna görə yeməyə bilər, amma onu deyim ki, çox faydalıdır. Yəni yeməyiniz məsləhətdir. Nə edirəm? 2 litrlik banka götürmüşəm. İlk öncə bankanın içərisinə qara toxum istiot əlavə edirəm. 2 ədəd dəfnə yarpağı və bir də sarımsaqları yığıram. Bu formada səliqəli yığıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Gördüyünüz kimi bankanı doldurdum. Çox səliqəli görünür. Və sarımsağımızın qalanını isə bu formada dilimləyirəm, dənələyirəm. Hər il dediyim kimi bütöv formada tuturdum. Bu il isə fərqli olsun deyə bu qaydada edəcəm. Yenə də eyni qayda ilə 2 litrlik bankadır. İçərisinə qara toxum istiot, dəfnə yarpağı, amma bu dəfə fərqli dad olsun deyə içərisinə həm nanə, həm də cəfər əlavə etdim. Və dənələdiyim sarımsaqları bankamıza yığıram. Gördüyünüz kimi 2 bankamızda doldurdum və bunlara 2 yemək qaşığı duz əlavə edirəm. Duzu da qeyd edeyim ki, turşu duzudur. Mən bunu hər il istifadə edirəm. 2 litrlik bankaya 2 yemək qaşığı duz və stəkan yarım üzüm sirkəsi əlavə edirəm. Üzüm sirkəsini və yaxud alma sirkəsinin heç bir şeyə ziyanı yoxdur. Xeyrindən başqa çox faydalı da sirkədir. Yəni bunun heç bir ziyanı yoxdur. Nə qədər çox töksəz bir o qədər yaxşıdır. Gördüyünüz kimi sirkəni əlavə edəndən sonra üzərinə qaynanmış qaynar su əlavə edib qapaqlarını bu formada bağladım. Bunları da eyni qayda ilə gün altında saxlayıram. Yay uzunu. Və sonra qışda bunları götürüb sərin bir yerdə saxlayıram. Sarımsaqlarımızı tutdum və keçirik sarımsaqların zoğuna. Sarımsağın zoğunu da bağlayacağım turşu.
Gördüyünüz kimi sarımsaqların zoğlarını da bu formada təmizləyirəm. Bu da çox faydalıdır. Bu formada dəstələyib doğrayıram. İstədiyiniz formada doğraya bilərsiniz və yaxud iki yerə də bölə bilərsiniz. Tam təbii antibiotikdir deyərdim sarımsaq. Mənim bu paylaşdığım videolar kiməsə fayda oldusa, bəyənməyi unutmayın dəyərli izləyicilərim. Gördüyünüz kimi bunları da doğradım və təmiz-təmiz yudum. 8 qramlıq bankalar götürmüşəm. Eyni qayda ilə qara toxum istiot və nanə. Nanə turşularımın olmazsa olmazıdır. Çox sevirəm turşularda nanəni, çünki fərqli bir dad yaradır turşularda. Təbii ki, zövqə bağlıdır, ağız dadına bağlıdır. 4 ədəd bu formada banka doldurdum və üzərlərinə 1 çay qaşığı duz əlavə edirəm. Və 1 kiçik armudu stəkan sirkə əlavə edirəm. Bankalarımız kiçik olduğu üçün armudu stəkanı da balacadır, onda əlavə edirəm sirkəni. Və bunların üzərinə də qaynanmış qaynar su əlavə edirəm. Suyumuzu da əlavə etdim və qapaqlarını bərk-bərk bağlayıram. Bunları da eyni qayda ilə günün altında saxlayıram bir neçə ay. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allaha əmanət olun.